Uşaqlar, bu qısa videoda mənim sizə öyrədəcəyim kəsirlərin müqayisəsidir. Kəsirlərin müqayisəsini biləndən sonra bəzən belə tapşırıqlar olur, çox olur. Kəsirləri artan sıra ilə yazın, azalan sıra ilə yazın. Və bunun daha bir asan yolunu öyrədəcəyim sizə. Öyrətmişdim əvvəldən ki, kəsirləri müqayisə eləmək üçün məxrəcləri bərabərləşdirmək lazımdır. Bu isə daha asan bir yoldur. Və bu kəsirləri mən təzədən burada da yazmışam. Arada mən nöqtə vergülü də qoyum ki, bunlar seçilsin. Deməli, bu zaman nə edirik? Kəsirlərin surətlərini 10-a vururam. Yəni, bir 0 əlavə eləyirəm 10-a vuranda. Fərqli bir, yəni ki, bax, bunu 0-ı özümdən yazdım. Onun üçün qırmızı rənglə göstərirəm. Yəni, 10-a vurdum. 10-a vurandan sonra 2 oldu 25, 54, 46, 60. İndi bunları bölürəm məxrəcə. 20-ni 5-ə bölsəm 4 düşər. 50-ni 7-yə, yəni 49 7-yə bölünür. 7 düşər. 40-ı 13-ə, 39 13-ə bölünür. 3. 60-ı da 25-ə böləndə 2 düşər. 50-ni böldüm 25-ə. Bəli, burada görürsünüz fərqli qiymətlər aldım. Bu qiymətlərdən ən kiçiyi 50-dir. 66-nı 25-ə böləndə, yaxud 60-ı 25-ə böləndə 2 aldım. Yəni, ən kiçik kəsirimiz də bax budur. Onda artan sıra ilə yazırıqsa, ən kiçiyini yazıram. Yazıram əvvəlcə. 25-də 6 kəsiri ən kiçik. Sonra 3 olan, 3 qiyməti alan kəsir. 13-də 4 kəsirin. Daha sonra 4 qiyməti alan 5-də 2 kəsirin. Və bir də sonuncu 7 qiymət alan 7-də 5 kəsiri. Burada mən sıfırları yazmadım uşaqlar. Çünki bizə kəsirləri istəyirdi. Bu isə qaralamada qalan hissədir sizdə. Bax, bu qaralamada olmalıdır bu hissələr. Dəftərə yazmırsınız. Bu sizin bildiyiniz hesablama üsulunuzdur. Bu qədər. Sağ olun.